izotoplar və ionlar. Birinci başlayaq. Biz deyirik ki, təkrarlayaq. İstənilən element atomunun mümkün dərəcə atomun nüvəsində proton və neutron yerləşir. Nüvə ətrafında isə elektron təbəqələrdə elektronlar dönür. Deməli, bəzi atom qrupları var ki, bir neçə atomlar ola bilər ki, bir neçə atomun nüvəsində protonların sayısı eynidir. Ancaq neutron sayısı və həmçinin nisbi atom kütləsi müxtəlifdir. Belə zərrəciklər nə adlanır? İzotop atomlar və yaxud izotoplar. Deməli, izotoplarda qısa konkret necə olur uşaqlar? İzotoplar. Protonlar bərabər. Proton sayıları eyni. Bəli, proton sayı eyni. Əgər söhbət izotop atomdan gedirsə, həm də elektron sayı eyni. Bərabərdir elektron sayı. Proton sayı elektrondan. Bəli, atomda elektron sayı eyni. Yadda saxlayın, söhbət gedir atomdan. Atomlarda. Atomlarda. Ancaq neutron sayı müxtəlif. Neutron sayı müxtəlif. Və nisbi atom kütləsi müxtəlif. Nisbi atom kütləsi müxtəlif. Misal üçün, baxın, hidrogen elementinin H, bir proton, 0 neutron, bir atom kütlə. Bunun adı protiumdur. Protium. Hidrogen elementinin bu izotopunun adı protiumdur. Hidrogenin 1, 2 olan deuterium adlı bir izotopu var. Bunun adı nədir? Deuterium. Bir də hidrogenin 1, 2, 3 olan tritium. Tritium. Bax. Çəkək atom modellərini. Deməli, protiumun atom modeli nüvəsində bir proton, 0 neutron, neutron yoxdur. Nüvə ətrafındakı elektron təbəqədə isə 1 elektron. Deuteriumda nüvəsində bir proton, 1 neutron, nüvə ətrafında 1 elektron. Tritiumda isə yenə nüvəsində bir proton, 2 neutron və nüvə ətrafındakı elektron təbəqədə 1 elektron. Görürsünüz, nüvədə neçə proton varsa, nüvə ətrafında da bir o qədər elektron var. Çünki niyə? Atomlarda proton sayıya bərabərdir elektron sayına. Atomlar nə sayılırdı? Elektroneytral zərrəcik. Yəni, proton sayı bərabərdir elektron sayına. Bəzən testlərinizdə qrafiklə verir, baxın, qrafiklə. Deyir ki, proton sayının, məsələn, neutron sayı asıllıdır. Məsələn, deyək ki, belə kəsişmədir. Bu 1-dir, məsələn, 2-dir, 3-dür. Burada deyək ki, 1, 2, 3-dür. Məsələn, bu x-dir, deyək ki, bu kəsişmə y-dir. Məsələn, bu kəsişmə z-dir. Bundan kəsişməsi. Məsələn, deyək ki, bununla bunun kəsişməsi də oldu t. Və yaxud da deyək ki, bu ilə bunun kəsişməsi də olsun bu m. Və yaxud da bununla kəsişmə olsun k. Baxın, görün. Burada izotop atomlar hansılardır? Proton xətti üzərində eyni yerdə olanlar. 1, Z ilə M, baxın, izotop. Proton sayı xətti. Proton sayısı 1 olan hansılardır bir dəfə? X, Y, T. Deməli, bir dəfə X, Y, T. Bunlar bir izotoplardır. Bir dəfə də yenə qruplaşdırın, izotop. Proton sayı 2 olanlar hansılardır? 2, yalnız 2. Z ilə M. Bir dəfə də Z ilə M. Bunlar da ayrıca izotopdur. Özləri bir yerdə. Yəni bir qrup. Bir qrup izotop Z və M-dir. Bir qrup izotop isə X, Y, T-dir. Niyə? Çünki X, Y, T-nin proton sayısı nə qədərdir uşaqlar? 1, 1, 1. Baxın. X, Y, T. Və eyni zamanda Z ilə M-in də proton sayı nə qədərdir? 2, 2. Gördüyünüz kimi proton sayısı eyni olanlar nə sayılır? İzotoplar. Müəllim, bəs nüvəsinlə elektron fərqli olanları izotop götürə bilərik? Nüvəsindəki proton sayısı eyni olub da elektron sayı müxtəlif olanlar, onlar nə gedib sizə? İyonlar, bəli. Onlar olacaqdır izotop iyonlar, bəli, ola bilər. Sadəcə biri var atom, biri var iyon. Bir dənə fərqi nədir? İzotop atomlarda proton sayı bərabərdir elektron sayına, ancaq izotop iyonlarda proton sayısı elektron sayına bərabər deyil. Yadda saxlayın, izotop atomlarda kimyəvi xassəsi eynidir. Kimyəvi xassəsi eyni.
kimyəvi xassə eyni. Ancaq fizik xassə müxtəlif ola bilər. Yalnız və yalnız izotop atomlar, diqqətli olun. İzotop atomlarda. İzotop atomlarda. Kimyəvi xassə eyni, fizik xassə müxtəlif. Deməli, buradan qeyd edə bilərik. Fizik xassə müxtəlif. Fiziki xassə müxtəlif. Bayaq dediyimiz qayda. Bir də var izotop iyonlar. Baxın məsələn, birinci iyonu tam izah eləyək gəlin, ondan sonra baxaq. Deməli, iyon nəyə deyilir uşaqlar? Biz dedik ki, element atomları neytral halda olanda, yəni proton sayısı elektron sayına bərabər olanda, burada elektron neytraldır. İndi bəzən zərrəciklər özlərinə əlavə elektron alır, ya da özlərindəki elektronların bir qismini verirlər. Hansı elektronları? Ən son təbəqədə olan elektronlar. Çünki mənimlə baxın, hansı elektron tez çoxa bilər? Ən axırıncı təbəqədəki. Günəşdən ən uzaq olan planet necə ki sərbəstdir, nüvədə ən uzaqda olan elektronlar da bir o qədər sərbəstdir. Onda uşaqlar, gəlin iyon anlayışınıza eləyək. Ümumiyyətlə, iyonlar nəyə deyilir? Proton sayı ilə elektron sayı arasında fərq olan, disbalanslı olan zaman bu növ zərrəciklər nə adlanır? İyonlar. İyonlarda bir qayda. Ya proton elektron çox ola bilər, ya da əksi. Elektronlar proton çox ola bilər. Yəni belə deyək də, ya pulun çox borcun azdır, ya da ki borcun çox pulun azdır. İki dənə şərt var. Belə olan zaman nə alınır? Yüklü zərrəciklər, yəni iyonlar. Onda özünüz deyin, iyonlar neçə ilə bölünə bilər? Yük neçə ola bilər? Bir sıfır var, yüksüz atom. Bir də var müsbət, bir mənfi. Deməli, bəli, iyonların özü sıfır olan atomdur. Yükü sıfır olan atomlara aiddir. Yüklü zərrəciklər iyonlar ikiyə bölünür. Var müsbət yüklü katyon, müsbət. Bir də mənfi yüklü, bəli, anion. Deməli uşaqlar, yəni mənfi yüklü. Katyonlarda müsbət qiymət alınması üçün onun daxilindəki zərrəciyin proton sayısı elektron sayından çoxdur. Anyonlarda isə proton sayısı elektron sayından azdır, kiçikdir. Katyon və anyonlarda nə? Atomda bərabər, diqqətli olun, baxın, buraya edirəm. Atomda, elektron neytral atomlarda proton sayı bərabərdir elektron sayına. Bunu demişdik, atomun quruluşunda, diqqətli olun. Deməli uşaqlar, baxın bir dənə. Məsələn, alüminium, 13 protonu var. Normalda alüminium atom olan zaman nə olur? 13 elektron. İndi alüminium 13 proton, 13 elektronu var idi və 3 elektron verdi. Elektron verən zaman müsbət qoyulur iyon yükü. Elektron alanda mənfi qoyulur. İndi proton sayından çıxır iyon yükünü. 13 çıxır 3, 10. Düsturumuz nədir? Yəni təkrarlayaq düsturumuzu. X elementinin proton sayı sol tərəfdə yazılır. Elektron sayı sağ tərəfdə, yuxarıda atom kütlə, orta neytron, burada isə iyon yükdür. Birinci düsturumuz nə edə bəlkə? Atom kütlə nəyə bərabərdir? Protonla neytron zərrə. Bu bir. İkinci düsturumuz. Əgər atom iyona çevrilirsə, yüklü zərrəcikdirsə, proton sayı çıxaq, iyon yükü bərabərdir elektron sayı. Hamısı belədir. Proton, çıxaq, iyon yükü bərabər elektron sayısı. Proton 13, çıxaq 3, 10. Deməli, burada düsturu dəyişə bilərsiniz. Əgər burada iyon ki verməzsə, siz deyin. İyon ki nəyə bərabərdir? Proton, çıxaq elektron sayısı. Və yaxud da proton sayı nəyə bərabərdir? Elektron sözəl iyon yükü. Və düsturu dəyişə bilərsiniz. Problem deyil, riyaziyyatdır burada. P bərabər Y plus D və s. İndi baxın, anyonlar nəyə deyilir? Mənfi yüklü zərrəciklər. Deməli, məsələn, yazırıq. Kükürt. 16 protonu var kükürdün. Normalda kükürt atom olan zaman elektron sayı nə qədər? 16. İndi kükürdümüz əlavə 2 elektron alır, 2 mənfi. 16-dan çıxın mənfi 2-ni. 18. Bəli, 18. Gördünüz, deməli, əlavə elektron aldığına görə elektron sayısı artır. Baxın məntiqlə. Katyonlarda elektron verir deyə nüvə ətrafında elektron sayısı azalır. Siz deyin, elektron sayısı azalan zaman nə olur? Elektron sıxlığı azalır. Yəni, təbəqənin qalınlığı azalır. Təbəqə nazi olur. Təbəqə nazi olan zaman nə olur? İyonun radiusu, iyonun həcmi kiçilir. Məntiqlə baxın. Elə bir ki, maqnit ətrafında deyək toz zərrəciklər var da. Maqnit ətrafındakı zərrəciklər toz zərrəciklər. Elə bir elektronlardır. Maqnit nədir? Qütb, yəni daha doğrusu nüvə. Maqnit nüvədir. Nüvə ətrafındakılar nədir? Toz zərrəciklər, elektronlardır. Siz o maqniti təmizləyən zaman nə olur?
təmizləyən zaman o zərrəciklər təmizlənir deyə onun ətrafındakı radius kiçilir. Elə bil ki, günəş sistemindən planetləri qoparan zaman nə olur? Günəş sisteminin həcmi kiçilir, balacalaşır və sayaz qalır da. Günəş sisteminə əlavə planetlər gələn zaman olur? Günəşin ətrafındakı orbitalların sayı artır, yəni planetlərin orbitlərin sayı artır. Ona görə də atom elektron verəndə, testinizdə var, radius azalır, iyon radiusu, iyonun həcmi kiçilir. Özünə əlavə elektron olanda isə ətrafındakı elektron sayısı artır deyə nə artır? Radius da artır. Yadda saxlayın, əgər iyonun içərisində bir atom varsa, bu tək atomlu iyon, tək atom, baxın, bir atom. Bu nə gedir? Tək atomlu iyonlar. Onda iyonlar ikiyə bölünür, anion və kationlar. Var tək atomlu anion kationlar, var çox atomlu anion kationlar. Baxın necə? Tək atomlu. Necədir? Baxın. Elementin sayı bir dənədir. Yəni bir növ element var. Məsələn, burada alüminium və yaxud da kalium, krom. Bir növ atom olanda kalium müsbət, krom 3 müsbət və s. Bu tək atomlu iyondur. Bir də var çox atomlu kationlar. Yox, tələsin. Elə bir ki, iyon ki müsbətdir, maddənin içərisində birdən çox atom var. Məsələn, baxın, NH4, müsbət. Neçə atom görürsünüz? Azot, hidrogen, birdən çox atom var və müsbət üçlüdür. Bu nə oldu? Çox atomlu kation. Baxın, eyni şey aniyonlarda aiddir, eyni analogiya. Məsələn, tək atomlu aniyon, tək atomlu. Məsələn, belə bu kükürt 2 mənfi, məsələn, xlor 1 mənfi, azot 3 mənfi. Yəni, bir növ atomdur, bir atomdur və 2 mənfidir. Bir də var çox atomlu aniyonlar. Məsələn, SO4 2 mənfi, məsələn, PO4 3 mənfi və s. Yəni, birdən çox müxtəlif atom var və 2 mənfidir. Tək atomlu iyonlarda qaydamız nə idi? Proton, çıxaq iyon yükü, bərabər elektron sayı. Proton, çıxaq iyon yükü bərabər elektron sayısı. İndi eyni analogiya aiddir çox atomlu iyonlara. Bir dənə fərqi nədir? Çox atomlu iyonlarda birdən çox atom var elə. Bütün atomların protonları toplayırsınız və bunların cəmindən çıxırsınız iyon yükünü. Məsələn, gəlin bu ikisi yoxlayaq. Məsələn, burada SO4 2 mənfi. SO4 2 mənfini gəlin yoxlayaq. SO4 2 mənfi. Bir kükürdün 16 protonu var. Bir oksigenində 8. Burada kükürdün sayı nə qədərdir? 1 ədəd. Bir ədəd kükürddə neçə proton var? 16. Bir bura 16 üstə gəl. Bir ədəd oksigendə 8 proton var. 4 oksigendə 4 vuraq 8. Bunun cəbri cəmindən çıxın iyon yükünü. Çıxaq mənfi 2. Neçə eləyir? 16, 32, 48, üstə gələk 2, 50. Deməli, buradakı bütün elektronlara cəmi nə qədərdir? 50. İkinciyə baxın. PO4 3 mənfi. PO4 3 mənfi. Oksigeni bildiniz 8'dir. Bir fosforun 15 protonu var. Fosforun sayı nə qədərdir? 1 ədəd. Bir dənə fosfor 1 vuraq 15. Neçə oksigen var? 4. 4 vuraq 8. Bunların cəmindən çıxın iyon yükünü. Çıxaq mənfi 3. 15, 32, 47, çıxaq bəli, 47, üstə gələk 3, 50. İndi bu nədir uşaqlar? Çox atomlu aniyonlar, mənfi yüklü iyonlar. İndi baxaq bir dənə də çox atomlu kation. Məsələn, NH4. NH4 müsbət. Bir azotunun 7 protonu var, bir hidrogende 1 var. Deyil var, kömək edir. Burada azot sayı nə qədərdir? Bir dənə. Bir azotda neçə proton var? 7. 1 vuraq 7, üstə gələk. Burada hidrogen nə qədərdir? 4 dənə. Hər hidrogende neçə proton var? 1. O da eləcək 1 vuraq 4. Bunların cəmi neçə eləyir? 11. Çıxılsın iyon yükü, yəni müsbət 1, çıxaq 1. 11 çıxaq 1, 10. Gördüyünüz kimi, qaydamız nədir? Bütün atomlardakı protonların cəmi çıxılsın yekun iyonu yükündən. Bəli, yəni eyni, istər tək atomlu, istər çox atomlu. Tək atomluda bir atom var, bir atomdakı protondan çıxın iyon yükünü, baxın, kükürt 16, 18 və yaxud da alüminium 13, çıxaq 3, 10. Ancaq çox atomlu iyonlarda isə gördüyünüz kimi birdən çox atom olduğuna görə nə edirik? Buradakı deməli çox atomlu iyonları, protonları cəm toplayırıq atomlarda. Çıxır iyon yükünə. Yadda saxlayın. İzotop iyonlar, bayaq da deyək indi, izotop iyonlar necə olur? Yarımada. Biri var izotop atomlar, biri də var izotop iyonlar. Diqqətlə baxın. Deməli,
buradan bir haşiyə qeyd. İzotop iyonlarda. Məsələn, baxın, oksigen 8 protonu var. 8 proton, 2 mənfi iyon yükü. 8 sıx mənfi neçədir? 10. Oksigen 8, 1 mənfi. 8 sıx 1, 9. Oksigen 8, 2 müsbət. 8 sıx 2, müsbət 2, 6. Bunlar nə gedir? İzotop iyonlar. İzotop iyonlarda protonların sayısı eyni olsa da elektronların sayı dəyişdi. Elektronların sayı dəyişdiyinə görə iyonların nəyi dəyişir həm də? Kimyəvi xassəsi. Ona görə izotop iyonlarda, bax bunlarda kimyəvi xassə müxtəlifdir. Artıq burada eyni bir şey yoxdur. Hamısı müxtəlif, fərqlidir. Kimyəvi xassə fərqli. Xassə fərqli. Yada qalar. Nə zaman eyni olur kimyəvi xassə yazmışam. Proton sayısı eyni olan izotop atomlarda, yəni izotop atomlarda yazmışam. Kimyəvi xassə eyni olur. Niyə? Çünki izotop atomlarda proton sayı bərabərdir elektron sayına. Baxın, məsələn, izotop atomlar görürsünüz. Hidrogen 1, 1 proton, 1 elektron, 0, 1. Hidrogen 1 proton, 1 elektron, 1, 2. Hidrogen 1 proton, 2 neutron, 3, 1. Hamısında proton sayı 1, elektron sayı 1'dir. Ona görə izotop atomlarda niyə kimyəvi xassə eyni oldu? Proton və elektron sayı bərabərdir. Bəs izotop iyonlarda niyə müxtəlif oldu? Proton sayıları eynidir, ancaq elektron sayıları hamısında müxtəlifdir. Özündəki proton sayı, elektron sayısı eyni deyil. Ona görə də kimyəvi xassələri eyni ola bilməz. Nədə qalar?